dağlarında ruhu qanadımızdadır. Bu sevginin yarısı rəşadımızdadır. Elə biləmən heyyət olan yerdəyik. Elə biləmən heyyət olan yerdəyik. O vaxt meyxana 4 nəfərdi dəstə, əcəl birini apardı canı xəstə, birini də saxlayıb tutar qəfəsdə. Bizdə onlara həsrət olan yerdəyik, Bizdə onlara həsrət olan yerdəyik. Şeirə sözə diqqət olan yerdəyik. Değerli izleyiciler, bildiğiniz gibi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.